Daxili İşlər Nazirliyinin məlumatına görə son 24 saat ərzində Tbilisidə və regionlarda ümumilikdə 47 nəfər narkotik cinayətlərə görə saxlanılıbdır. Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onların əksəriyyətinə narkotik vasitələrin satışında, digərlərinə isə xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz alınması, saxlanılması, satışı və bu işə yardım etmək ittihamı irəli sürülübdür. Bu cinayətlər üçün 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin məlumatına əsasən toplanılmış sübutlar və gizli audioyazılar göstərir ki, saxlanılan şəxslər narkotik maddələri müxtəlif üsullarla vətəndaşlara sistemli şəkildə satırdılar. Polis əməliyyatları zamanı xüsusilə böyük miqdarda narkotik vasitə, heroin, metadon, alfa-PPP, suboksin, Subutex, metamfetamin, haşiş, optium, marixuana və kannabis bitkisi götürülübdür. Hazırda istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə davam etdirilir.